Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün biz indiki davam edici və keçmiş davam edici zaman haqqında danışacağıq. İlk öncə başlayırıq indiki davam edici zamandan. İndiki davam edici zamanın bizim hər bir zamanımızda quruluş düsturumuz olduğu kimi, indiki davam edici zamanımızın da quruluş düsturu var. Buna to be plus verb ing deyirik. Yəni indiki zamanda to be-nin formaları nələr olur? Am, is, are. Bunlardan sonra feil götürürük və həmin feilin sonuna da ing artırırıq. Məsəl üçün, mən deyirəm ki, o danışır. Danışır nədir? Feilimizdir. Yəni hərəkət hal-hazırda icra edilirdi. Bu hərəkəti məsələn mən danışıram, hal-hazırda danışıram da, düzdürmü? Hələ də davam eləyirəm danışmağa. Əgər həmin o hərəkət hal-hazırdakı vəziyyətdən söhbət gedirsə, hal-hazırda baş verirsə, bu zaman indiki davam edici zamanda işlətməliyik biz onu. Məsəl üçün o danışır. O nədir? He və ya she qoya bilərsiniz. She danışır, indiki davam edici zamandadır. Is danışmaqda speakdir. Speaking də sonuna ing artırırıq. She is speaking. O danışır. Biz bunun sualını düzəldəndə to be-ni qabağa keçirdirik. Is she speaking? O danışır. Sual belə olur. İnkarda isə not əlavə edirik. She is not speaking. O danışmır. Və bunun da zaman zərfləri var və işlənmə məqamları var. İlk öncə now, at the moment, at present. Now indi deməkdir. At the moment and at present isə hal-hazırda deməkdir. Əgər bu üçündən birini cümlədə görürsünüzsə, bilin ki, indiki davam edici zamandadır cümlə. Yəni am, is, are-dan birini seçib feilinizin sonuna da ing artırmalısınız. Bundan savayı isə bizə bəzi feillər var. Yadınızda saxlayın, əgər cümlənin başında look nida ilə özdə, listen bu kimi feillər olarsa, yəni bax, qulaq as, əmr kimi ifadələr olarsa, yenə indiki davam edici zaman işlətməliyik. Məsələn, listen, the baby is crying. Deyir ki, qulaq as, uşaq ağlayır. İndi ağlayır. Görürsünüz, is crying. To be gətirdim. To be-dən də sonra cry feilimin axırına ing gətirdim. Bu da oldu mənim indiki davam edici zamanım. Bəs yaxşı, keçmiş davam edici zaman necə düzəlir? Keçmiş davam edici zamanımız past continuous adlanır. Keçmiş davam edici. Past continuous. Davam edirik. Bu zaman isə keçmişin indikidən fərqi bilirsiniz nədir? Bir dənə o əmizarın yerinə was were işlənir. Was, were. I, he, she, it. Bunlarla was işlənir. We, you, they. Bunlarla were işlənir. Yəni təklərlə was, cəmlərlə were işlənir. Sonra feil gətirirsiniz, feilin də sonuna ing qoyursunuz. Məsələn, keçmiş davam edici zaman hərəkətin keçmişdə dəqiq bir vaxtda davam etdiyini həmin o prosesi bildirir. Yəni məsələn, mən deyirəm ki, dünən saat 10-da mən yemək yeyirdim. Necə düzəltməliyəm indi? I was eating. Saat 10-da dünən. At 10 o'clock. Dünən, yesterday. Bunun da sual və inkar özü ilə düzəlir. Was-u qabağa keçirirəmsə sual olur. Was-dan sonra not əlavə edirəmsə inkar olur. Və bunun da zaman zərfləri var. Zaman zərfləri. Biri baxın elə burada. Dəqiq bir vaxt. Dünən saat 10-da. Nəinki saat 10, dünən saat 1-də, 2-də, 3-də, hansı vaxt istəyirsiniz olsun, amma təkcə yesterday yox, dəqiq bir vaxt olmalıdır yanında. Bu bir. İkincisi də, hətta belə də yaza bilərsiniz. At that time yesterday. Dünən bu vaxtda, dünən o vaxtda. Və ya at falan o'clock, saatda, yəni. Yesterday. Bunlar keçmiş davam edici zamanın zaman zərfləridir. Yəni cümlədə bunlardan birini görsəniz, bilin ki, keçmiş davam edici zamandadır. Yəni was were-dən sonra verb ing gətirəcəksiniz. Qaydamız bu qədər. İndiki davam edici zamanda, keçmiş davam edici zamanda çox asandır. İndi isə gəlin keçib bunu testlərin üzərində tətbiq eləyək isə. Birinci suala baxaq. Deyir ki, I cannot talk right now. I had to my professor. Now var. Now var deyə nə olmalıdır? Deməli, indiki davam edici zaman olmalıdır. Cavab olur B. Baxırıq. Burada biri var. 5. Beşinciyə baxın. Baxın o həmin dediyim cümlədir. Looklu cümlələr, nidalı cümlələr, əmr cümlələridir. Bunlar olanda nə olurdu? İndiki davam edici. Yəni əmizarlı. İndiki davam edici. Olur. Is raining. İndi keçək keçmiş davam ediciyə. Deyir ki, I nöqtə dinə when you called me yesterday. Baxın burada yesterday işlədilib. Keçmiş zaman işlədilib. Deməli nə olmalıdır? Keçmişlə əlaqəli bir şey olmalıdır. Əmi atıram indikidir.
Kuku atıram indikidir. Yəni bunun sonunda ed olsaydı düz idi. Amma yoxdur. Qaldı məndə C ilə Y. C ilə D. A ilə hansı işlənir? Vör işlənmir, C işlənir, voz işlənir. Sonra keçirik. Aha, de sizə izah etdiyim. At 8 p.m. last night. Görürsüz? Keçmişin yanında dəqiq vaxt var. Deməli nədir? Keçmiş. Davam edici. İndi baxıram. Keçmişliyi bildirən A indiki davam edicidir. B indiki zamandır. Qaldı məndə C ilə D. Dəqiq vaxt var deyə mən C-ni seçirəm. Çünki dəqiq vaxt tələb edən budur. Bu dəqiq vaxt tələb etmir. İzahımız bu qədər. Ümidvaram ki, razı qaldınız. İndiki davam edici zamanla keçmiş davam edici zaman çox asan bir mövzudur. Əgər yenə nəsə başa düşməsəniz, zəhmət olmasa mənimlə əlaqə saxlayarsınız. Oldu? Hələlik.